Kızlar bugün birlikte mükemmel bir tort kremi hazırlayırıq. Lezzeti dondurma kimi bir şeydir. Çox qəşəngdir. Resepti hazırlamaq üçün bizə lazımdır 2 stakan yarım süt, 2 yemək qaşığı nişasta, 2 yemək qaşığı un, 5 yemək qaşığı şəkər tozu, 1 ədəd yumurtanın sarısı. Ərzaqları hamısını yaxşı-yaxşı qarışdırırıq. Daha sonra isə ocağa yerləşdiririk. Orta temperaturda dayanmadan qarışdırarıq. Tam bərkiyənə qədər videoda da görürsünüz. Demək olar ki, artıq spatula fırçanın içində fırlatmaq mümkün deyil və bu formaya gələnə qədər tam qəşəng bir şəkildə qarışdıra qaynadırıq. Daha sonra isə üzərinə 50 qram yağ və istəsəniz bir paketdə vanil əlavə edib yaxşıca qarışdırırıq. Bir qaba əlavə edirik. İlk istiliyi çıxdıqdan sonra isə üzərini yaxşı-yaxşı bükürük ki, heç yerindən hava girməsin, qaysaq yaranmasın və qoyuruq soyumağa. Digər bir qabda isə 2 paket krem şantinin üzərinə 1 stakan buz kimi süd əlavə edib yaxşı-yaxşı çırpırıq. Kremimiz soyuduqdan sonra isə krem şanti ilə kremi qarışdırıb təkrar mikserdən keçirdirik. Hazırlanmağı bu qədər sadədir. Hazırlayan hər kəsə nuş olsun.